Salam əziz şagirdlər, mən bugün elektrik yükü və Kulomb qanunu mövzusuna aid testlərin izahını verəcəm. Gəlin birinci testdən başlayaq. 1 amper şiddətində naqilin en kəsiyindən 1 saniyədə keçən yükę nə deyilir? Birinci testimiz deyir, yəni 1 amper vuraq 1 saniyə nəyə bərabər? 1 kulona bərabər. Cavabımız oldu D variantı. Keçək ikinci testimizə. Elektrodinamikanın sükunətdə olan elektrik yüklü cisimlərin xassələrini öyrənən bölməsi necə adlanır? Elektrostatika adlanır. Cavab A variantı. Üçüncü testimiz. Elektrik yükü -5Y olan damcı özünə 3 elektron birləşdirdi. Damcının yükü nə qədər oldu? Gəlin əvvəlcə mən düsturu yazım, sonra sizə aydın olsun uşaqlar. Deməli, yükümüz əgər neytral olmasa, yəni başlanğıcda müəyyən elektrik yükünə malikdirsə, biz son yükü hesablamaq üçün Q bərabərdir Q0 çıxaq NY düsturundan istifadə edəcəyik. Əgər elektron itirərsə yox, elektron birləşdirərsə bu düsturdan istifadə edəcəyik. Q bərabər Q0 çıxaq NY. Əgər elektron itirərsə Q bərabərdir Q0 üstə gələk NY düsturundan istifadə edəcəyik. Bizdə də hal-hazırda məsələmizdə deyir ki, 3 elektron birləşdirib. Artıq elektron birləşdiribsə, Q bərabər Q0 çıxaq NY düsturundan istifadə edəcəyik. Başlanğıc yükümüz artıq, bu Q0 bizim başlanğıcda damcının malik olduğu yükün miqdarıdır. Q0'ımız nə qədər? -5Y. Sonra neçədən elektron birləşdiribdir? NY'si nəyə bərabərdir? 3 dənə elektron birləşdiribdir. 3Y. Onda son yükü tapmaq üçün, yəni Q'ni axtarırıq. Q bərabərdir, sual işarəsi. Q'ni tapanda artıq yerinə qoyuruq gətirib. -5Y çıxaq, nədir? 3Y. Cavabımız oldu -8Y. Cavabımız hansı variant olacaq? Y variantı. 3 nömrəli məsələnin də həlli belə oldu. Keçək indi 4 nömrəli məsələyə. 4 nömrəli məsələdə nə deyir bizə? Deyir ki, sürtünmə zamanı cisim neçə elektron itirməlidir ki, onun yükü müsbət 16 nanokulona bərabər olsun. Elementar yükündə ədədi qiyməti mötərizənin içərisində verildi. Artıq neytral cisimdir. Neytral cisim olanda artıq son yükü hesablamaq üçün özdə itiribdir. Elektronla itiribdirsə, Q bərabərdir, müsbət NY düsturundan istifadə edəcəyik. Və bizə veribdir, son yükümüz deyir, itirəndən sonra malik olduğu yükümüz Q bərabərdir, müsbət 16 nanokulondur. Gəl nanokulonu da çevirək, bilirik 1 nanokulon 10 üstü müsbət 10 üstü -9 kulona bərabərdir. Yəni 16 vuraq, 10 üstü -9 nədir? Kulon. Sonra keçən elementar yükün də ədədi qiymətini yazım. Y bərabərdir 1,6 vuraq 10 üstü -19 kulon. Gəlin bunu da biz məsələmizdə rahatlıq olsun deyənə standart formaya gətirək. 16 vuraq 10 üstü -20 kulon şəklində yazacağım. Düsturumuzda bizə N lazımdır. Neçə elektron itiribdir? N sual işarəsi. Yəni N'i tapaq düsturdan N bərabərdir Q bölünsün Y-yə. Q'müzün ədədi qiyməti 16 vuraq 10 üstü -9. Y'mizin ədədi qiyməti 16 vuraq 10 üstü -20. 16'lar ixtisar getdi. 10 üstü -9. 10 üstü -20'ni də surətə qaldıranda eləyəcək 10 üstü müsbət 20. Buradan da 10 üstü -9, 10 üstü 20 eləyəcək 10 üstü müsbət 11. Yəni neçə elektron itiribdir? 10 üstü 11 sayda. Cavabımız D variantı. 4'də D variantı. Sonra keçək uşaqlar 5 nömrəli məsələyə. Beş nömrəli məsələ. Deyir ki, neytral cisim sürtünmə nəticəsində 10 üstü 10 sayda elektron itirərsə. Deməli, itirdiyi elektronların sayı 10 üstü 10'dur. Onun yükünü hesablayın. Elementar yükümüzlə verib 1,6 vuraq 10 üstü -19 kulon. Deyir, itirdikdən sonra son yükünü hesablayın. Sual işarəsi. Düsturumuz olacaq Q bərabərdir NY. O da bərabərdir. N'imiz nə qədər oldu? 10 üstü 10. Vuraq. Y'miz də 1,6 vuraq 10 üstü -19. Bərabərdir. O da eləyəcək 1,6 vuraq 10 üstü 10. 10 üstü -19 eləyir -9 kulon. Və cavabımızı isə uşaqlar nanokulondan istəyir. Ona görə də 1,6 vuraq 10 üstü -9 vuraq 10 üstü müsbət 9 nanokulon. Və bunlar bir-birini aparacaq. Qalacaq 1,6 nanokulon. Cavabımız olacaq hansı variant? Cavabımız olacaq D variantı. 5'də D variantı.
Uşaqlar, gəlin indi 6 nömrəli testə baxaq. Deyir, bir cins elektrik daxilində 2 nöqtəvi Q1 və Q2 yükünün qarşılıqlı təsir qüvvəsi hansı faydada təyin olunur? Yüklərimiz artıq bir cins mühitə əlavə olunduqda, bu zaman bizim qarşılıqlı təsir qüvvəmiz F bərabər K modulda Q1, Q2 bölünsün epsilon R'in kvadratı düsturu vasitəsilə hesablanır. Yadınızda saxlayın ki, yüklərimiz artıq hər hansı bir mühitə əlavə olunduqda, mühitdə olduqda bizim qarşılıqlı təsir qüvvəmiz həmin mühitin dielektrik nüfuzluğu qədər azalacaq və cavabımız olacaq Y variantı. Keçirik 7-yə. Elektrik yükün vahidi hansıdır? Elektrik yükün vahidi 1 kulon. Cavabımız olacaq D variantı. 8. Elektroskop nə üçün istifadə olunur? Simlərin elektriklənməsini müəyyən etmək məqsədilə istifadə olunur. Cavabımız olacaq C variantı. 9 nömrəli testimiz. Bir elektrik yükün saxlanması qanunu hansıdır? Elektrik yükün saxlanması qanunu belə ifadə olunur uşaqlar. Qapalı sistemi təşkil edən zərrəciklərin yüklərinin cəbri cəmi sabit qalır. Cavabımız olacaq C variantı. Və yadınıza saxlayın, qapalı sistem dedikdə ətraf mühitlə yük mübadiləsi olmayan sistem nəzərdə tutulur. Keçək indi 10 nömrəli testimizə. 10 nömrəli testdə isə bizə nə istəyir? 2 nöqtə yük arasında kulon qarşılıqlı təsir qüvvəsinin modulunun yüklər arasındakı məsafədən asılı qrafik hansıdır? F'in yerdən asılılığını istəyir. F bərabər K modulda Q1, Q2 bölünsün R'in kvadratı. F'imiz R'lə necə asılıdır? F'imiz R'lə deməli tərs kvadratik asılıdır. Asıllığımız olacaq belə. Cavabımız B variantı. Bu oldu 10 nömrəli testimiz. 11. Cismin yükünün modulunun ondakı artıq elektronların sayının asıllığına hansı qrafik uyğun gəlir? Q'nun düsturu Q bərabərdir NY. Biz bilirik Y nədir? Sabit bir rəqəmdir. Sabit ədədi qiymətli elementar yükdür. Və Q'muzun da N-lə necə asılı olacaq? Q'muz N-lə düz mütənasib asılı olacaq. Cavabımız olacaq Y variantı. Keçən 12 nömrəli testlər. Deyir ki, deməli kök adda K modulda Q1 sonra Q2 bölünsün F. Hansı deməli kəmiyyətlər təyin olunur. Gedəyin, baxalım uşaqlar K, Q1, Q2 olduğu kimi yazıram. F'in yerinə isə kulon qanunun öz düsturunu gətirib yazacağım. Bunda olacaq nə? K modulda Q1, Q2 bölünsün R'in kvadratı. R'in kvadratı avtomatik olaraq qalxacaq surətə. Bunda olacaq nə? R'in kvadratı. Gəlin ixtisarlarımıza aparaq. K'lar ixtisar getdi, Q1'lər ixtisar getdi, Q2'lər ixtisar getdi. Qaldı nə? Kök adda R'in kvadratı. Buradan da nə çıxacaq? R. Cavabımız olacaq nöqtəvi yüklər arasındakı məsafə. A variantı. 12 nömrəli məsələnin də cavabı, testin də cavabı A variantı. Keçəyin 13'ə. Yükü deyir, müsbət beşiyi olan cisimdə elektronların sayı dəyişir. Və bundan sonra cismin deyir, yükü müsbət 9Y olur. Bu zaman elektronların sayı necə dəyişir? Deməli, yükümüz əvvəl başlanğıcda, neçə nömrəli idi? 13 nömrəli. Başlanğıcda deməli, bizim cismimizin yükü müsbət 5Y-yə bərabər. Sonra deyir uşaqlar elektronlarını itirib. Elektronları itirməyi hardan bildim? Son nəticəmiz Q'muz müsbət 9Y olubdur. Deməli, nədir? Elektronunu itiribdir. Bu zaman deyir ki, neçə elektronunu itiribdir? Yəni, N, Y sual işarəsi. Yəni, indi düsturumuzu yazaq. Elektron itirəndə düsturumuz necə idi? Q bərabərdir Q0. Deməli, üstə gələk NY. Bizə nə lazımdır buradan? NY. NY bərabərdir Q çıxaq Q0. Yəni, yerinə qoyaq. Q'miz neçədir? 9Y. Q0'ımız neçədir? 5Y. Neçə qaldı? 4Y. Deməli, NY bərabərdir 4Y'yə. Y'lər də ixtisar getdi, qaldı. N bərabər nəyə? 4'ə. Neçə dənə elektronunu itiribdir? 4 elektronunu itiribdir. Cavabımız olacaq 4 ədəd azalır. B variantı. Keçək 14'ə.
Sükunətdə olan iki nöqtəvi yük arasında Kulon qarşılıqlı təsir qüvvələrinin istiqaməti hansı şəkildə düzgün təsvir olunmuşdur? Şəkillərə diqqət yetirirəm. Deməli, mənfi Q, bu da mənfi Q'dur. Və qarşılıqlı təsir qüvvəmiz. Biz demişdik ki, eyni işarəli yükə malik olan yüklər arasındakı qarşılıqlı təsir qüvvəmiz necə idi? İtələyirdi cisimlər bir-birini, yüklər bir-birini. Yəni, əks istiqamətdə. Cavabımız olacaq itələmə, əks istiqamətdə. Cavabımız olacaq B variantı. 15 nömrəli məsələ test. Dik sükunətdə olan iki nöqtəvi yük arasında Kulon qarşılıqlı təsir qüvvələrinin istiqaməti hansı şəkildə düzgün təsvir olunmuşdur? Gəlin baxalım uşaqlar, deməli, yüklərimiz artıq biri müsbət, biri də mənfi yüklüdür. Mənfi. Artıq bunlar müxtəlif işarəli olduğuna görə onlar bir-birlərini cəzb edəcəklər. Artıq istiqamətlərimiz qarşı-qarşıya yönələcək. Cavabımız olacaq D variantı. Keçirik 16 nömrəli testə. Elektroskopun iş prinsipi hansı hadisəyə əsaslanır? Yadınızda saxlayın ki, uşaqlar, elektroskopun iş prinsipi eyni işarəli yüklərin bir-birini itələməsi xassəsinə əsaslanır. Yəni, elektroskopun vərəqləri həmişə eyni işarəli, eyni adlı yüklərlə yüklənir. Eyni işarəli yüklərlə yükləndiyinə görə onlar həmişə bir-birlərini itələyirlər. Cavabımız olacaq 16-da A variantı. Keçək indi 17-yə. 17. Elektrik sahəsinin qüvvə xətlərinin mənzərəsinə görə Q1 və Q2 yüklərin işarələrini müəyyən edin. Yəni, əvvəlcədən biz istiqamətləri göstərək. Müsbət yükdə intensivlik xətləri ondan çıxır. Mənfi yükdə isə intensivlik xətləri ona daxil olur. Yəni, qüvvə xətləri ona daxil olur. Yəni, indi başlayalım. Şəkli çəkim. Bu Q1'dir. Bu da Q2'dir. Bu da Q2'dir. Qüvvə xəttimizin istiqamətini göstərək. Deməli, Q1-dən Q2-yə doğru. Deməli, Q1-dən nə etdi? Çıxdı. Çıxanda işarəmiz nə olacaq? Müsbət. Deməli, Q2-yə isə daxil oldu. İşarəmiz nə olacaq? Mənfi. Q1-imiz 0-dan böyük, Q2-miz isə 0-dan kiçik olacaq. Cavabımız olacaq. Q1 böyükdür 0, Q2 kiçikdir 0, B variantı. Bu oldu 17 nömrəli test. Keçək indi 18 nömrəli testə. 18 nömrəli testdə isə bu Q1'dir, bu da Q2'dir. Artıq 18'də, baxın, müsbətdə, bayaq dedik ki, çıxır. Mənfidə isə ona daxil olur intensivlik xətləri, qüvvə xətləri. Deməli, baxırıq ki, Q2'yə qüvvə xətləri çıxır. Deməli, necə işarəli? Müsbət, yəni Q2 necə işarəli olacaq? Müsbət. Q1 isə nədir? Daxil olur. Necə olacaq? Mənfi işarəli. Yəni, kiçikdir 0. Q1'imiz 0-dan kiçik, Q1 0-dan kiçik, Q2'miz 0-dan böyük, A variantı. Keçək indi uşaqlar 19 nömrəli məsələyə. Bu oldu uşaqlar 18 nömrəli test. 18-in izahı. İndi keçək 19 nömrəli testə. 19 nömrəli testimiz elə bir testdir ki, uşaqlar çalışın onun şərtini diqqətlə dəqiq oxuyasınız və şəklini təsvir etməyə çalışasınız. 2 dənə yükümüz var. 2 dənə yükümüz var. Özü kürəvi yüklərdir. Kürəvi yüklərdir. Deyir ki, yükü 8 mikrokulon olan kürənin mərkəzi ilə, deməli, birinci yükünə qədər 8 mikrokulon. Mərkəzi ilə, deyir, yükü 8 mikrokulon olan yükün mərkəzi ilə, yükü 8 nanokulon, yükü 8 nanokulon, yükümüzün artıq yükü 8 nanokulon və radiusu da 20 millimetr, radiusu da bərabər 20 millimetr, yükümüz 20 millimetr olan başqa bir kürənin səthi arasındakı minimal məsafə 6 santimetrdir. Yəni deyir, bunun mərkəzi ilə Q2'nin səthinə qədər olan məsafə, bura qədər olan məsafə, baxın. Bura qədər olan məsafə 6 santimetrdir. Kürələr arasında Kulon qüvvəsinin qiymətini hesablayır. Bizdən F istəyir. F'imiz nədir? Düsturu. F bərabər K, modulda Q1, Q2, bölünsün Epsilon R'in kvadratı.
Bu düstur vasitəsilə məsələmizi əldə edəcəyik. Əsas burada gəlin erdən danışaq. Görək er nədir? Yadınızda saxlayın ki, uşaqlar, cisimlərimiz kürəvi cisimlər olanda onlar arasındakı məsafə, yəni bu er, onların mərkəzləri arasındakı məsafə. Bax, bu qədər məsafə bizim yerimizdir. Bu yerdə nəyə bərabərdir? Bura qədər olan məsafə 6 sm. Yəni onu da çevirək metrə, eləyəcək 0,6 metr və plus bu qədər məsafə. 20 mm-dirsə, yəni metrə çevirək, eləyəcək 0,2 metr. Yəni erimiz bu qədər məsafəmiz 0,6, üstə gələk 0,2. O da eləyir 0,8 metr. Yəni bunu mən də standart formaya yazım. 8 vuraq 10 üstü mənfi 2 metr. Şimdi məsələmizi həll edək. Verilənləri də, yəni çevirmələri də parağın. Buradan yazın birinci. Q1 bərabərdir 8 mikrokulon. Onu da çevirəndə 8 vuraq 10 üstü mənfi 6 kulon eləyəcək. Sonra Q2 bərabərdir 8 nanokulon. Onu da hesablayanda 8 vuraq 10 üstü mənfi 9 kulona vuracaq. Sonra keçən erimiz nə qədər oldu? 8 vuraq 10 üstü mənfi 2 metr. K sabit bir kəmiyyətdir. Ədədi qiymətcə 9 vuraq 10 üstü 9. Sonra epsilonumuz da 1-ə bərabərdir. Yəni verilənləri yerinə qoyaq, hesablamamıza aparaq. F bərabərdir 9 vuraq 10 üstü 9. Q1'imiz 8 vuraq 10 üstü mənfi 6. Q2'miz 8 vuraq 10 üstü mənfi 9. Bölünsün. Epsilonumuz 1'dir. Erimiz də deməli 8 vuraq 10 üstü mənfi 2. 8 vuraq 10 üstü mənfi 2. Bunu da kvadrata yüksəldirəm. Kvadrata yüksəldəndə nə eləyəcək? Kvadrata yüksəldəndə 64 vuraq 10 üstü mənfi 2. 10 üstü mənfi 4 eləyəcək. Əvvəlcədən belə yazdım ki, başa düşəsiniz. İndi yerinə yazacağım 64. Bunu siləcəm. Yazacağım 64 vuraq 10 üstü mənfi 4. Bildinizdə hardan gəldi? 64 vuraq 10 üstü mənfi 4. Yəni ixtisarlarımıza aparaq. 64 ilə bu 8'lər ixtisar getdi. 10 üstü 9 ilə 10 üstü mənfi 9 ixtisar getdi. İslah getdi. 9 vuraq 10 üstü mənfi 6. Mənfi 6 vuraq 10 üstü mənfi 4. Bunu da surətə qaldıranda 10 üstü müsbət 4 eləyir. Elədi neçə? 9 vuraq 10 üstü mənfi 2 və Newton. Cevabımızı nə ilə verib? Milli Newtondan. Biz onu milli Newtona çevirəcəyik. 9 vuraq 10 üstü mənfi 2 vuraq milli Newtona çevrilmək üçün uşaqlar. Biz onu vuracağıq 10 üstü müsbət 3 milli Newtona. O da bərabərdir 9 vuraq 10 üstü mənfi 2, 10 üstü 3, 1, 10. 90 yəni. 90 milli Newton. Cevabımız olacaq C variantı. Uşaqlar, deməli 20 nömrəli məsələnin də həllini bax bu metoddan işləyəcəksiniz. Yəni bu metoddan özünüz tətbiq edin ki, özünüz tətbiq etməsəniz öyrənə bilməzsiniz. Bu oldu 19 nömrəli məsələnin həlli. Keçirik uşaqlar 21-ə. 20-ni özünüz yazacaqsınız. 21. 21. Deyir ki, elektrik sabitin vahidinin əsas vahidləri ifadəsi hansıdır? Elektrik sabitimiz oldu epsilon 0. Belə bir düsturu var idi. Epsilon 0 bərabər 1 bölünsün 4 pi k. Demişdik ki, epsilon vahidini biz çıxartmaq üçün k'nın vahidinin tərsini çeviririk. K'nın vahidi nə idi? K bərabərdir. Newton vuraq metrin kvadratı bölünsün kulonun kvadratı idi. Epsilon 0'ın vahidi olacaq. Kulonun kvadratı bölünsün Newton vuraq metrin kvadratı. Onu da açaq. BC-dəki vahidlərlə ifadə edək. Kulonu açanda kulonun açılışı uşaqlar əvvəlcədən buradan yazıram. 1 amper vuraq saniyə. 1 Newton açılışı kilogram vuraq metr bölünsün saniyənin kvadratıdır. Gəlin də əvəzləmələrimizi aparaq. Kulonun yerinə amper vuraq saniyə yazanda kvadrata yüksəldəcəm. Amperin kvadratı vuraq saniyənin kvadratı. Keçirik Newton açıram. Kilogram vuraq metr bölünsün saniyənin kvadratı vuraq metrin kvadratı. İndi baxın bura uşaqlar, diqqətlə. Amperin kvadratını olduğu kimi yazıram. Saniyənin kvadratı bir də burada var saniyənin kvadratı. Bu saniyənin kvadratı qalxacaq yuxarıya. Olacaq amper vuraq, amperin kvadratı vuraq saniyə üstü 4
və kiloqram vuraq. Metr vuraq, metrin kvadratı da eləyəcək metrin kubu. Deməli, cavabımız oldu metrin kubu. Amperin kvadratı vuraq saniyə üstü 4 bölünsün kiloqram vuraq metrin kubu D variantı. 21-də elektrik sabitinin vahidini də tapdıq. Keçirik 22 nömrəli məsələyə. 22, testimiz 22. 22. Bir iki müsbət, iki mənfi yüklərdən ibarət elektrik yüklər sistemində neçə cüt cəzb etmə qüvvəsi vardır? 2 müsbət, 2 dənə mənfi yükdən. 2 dənə müsbət, deməli müsbət, mənfi, mənfi, müsbət. Səliqəli olsun deyə belə çək. 2 dənə müsbətimiz var da 2 dənə mənfi. Bir neçə cüt cəzb etmə qüvvəsi meydana çıxacaq. Yəni baxaq, bunlar bir-birini nə edəcək? Cəzb edəcək. Biri bu oldu. Bunlar bir-birini nə edəcək? Cəzb edəcək. İkinci bu oldu. Sonra deməli, bunlar bir-birini nə edəcək? Cəzb edəcək. Üçüncü bu oldu. Bunlar bir-birini nə edəcək? Cəzb edəcək. Bu da dördüncü. Neçə dənə oldu? 4 dənə cüt, 4 cüt cəzb etmə qüvvəsi meydana çıxacaq. Cavabımız oldu D variantı. 22-də D variantı. Keçən 23-ə. 23. Deyir ki, 2 müsbət və 2 mənfi yükdən ibarət elektrik yükləri sistemində neçə cüt itələmə qüvvəsi yaranar? İndi itələməni istəyir. Müsbət, müsbət, mənfi, mənfi. İtələmə istəyirsə artıq bir cüt budur, bir cüt də budur. 1, 2. Cavabımız oldu 2 dənə. Hansı variant olacaq? 23-də Y variantı. 2 cüt itələmə qüvvəsi meydana çıxacaq. Keçirik 24-ə. Yükləri Q2 bərabər 2 Q1. Q2 bərabərdir 2 Q1. Kütlələri də M2 bərabərdir. M1 bölünsün 2-yə. Mən buradan M1'i tapım mənim üçün asan olsun. M1 də 2 M2'yə bərabər. İki yüklü zərrəcik bir-biri ilə qarşılıqlı təsirdədir. Zərrəciklərin təcrübələr arasında hansı münasibət doğrudur? Biz təcrübələr arasında münasibətini etməliyik. Gəlin təsəvvürümüzdə canlandıraq. 2 dənə yükümüz var. İkisi də müsbətdir. Verilənlərə nəzərən görürsünüzsə. Bunu Q1-dən götürürük. İkinci isə Q1-dən 2 dəfə böyükdür. Birincidən 2 dəfə böyükdür. 2 Q1'dir və bunlar bir-birini nə edəcəklər artıq? İtələyəcəklər. İtələmə qüvvəsi meydana çıxacaq bunlar arasında. Bizim tərcümümüzün düsturunu yazıram. A bərabərdir. F bölünsün M-ə. F əvəzləyici bölünsün M-dir. Buradakı yanından qüvvə də nədir? Klon qüvvəsidir. Klon qarşılıqlı təsir qüvvəsidir. Buna görə əvəzləyicinin yerinə ilə F yazacağım. Və yadınızda saxlayın ki, artıq bu qarşılıqlı təsir qüvvələrimiz yüklərin miqdarından asılı deyil. Yəni, ədədi qiymətçi eynidir. Ona görə də artıq bunu nəzərdən atacağım. Ədədi qiymətçi eyni olduğuna görə. Tərzimiz təkcə nəydən asılıdır? Yüklərin kütləsindən asılıdır. Və kütlə ilə necə asılıdır tərzimiz? Tərs. Asılıq quracaqsınız. A1 bölünsün A2 bərabərdir. M2 bölünsün nəyə? M1-ə. Yəni, yerinə qoyaq. M2'miz nə qədər eləyəcək? Buradan yazaq. A1 bölünsün A2 bərabərdir. M2'miz olduğu kimi saxlayıram M2'ni uşaqlar. M2. M1'in yerinə də 2 M2 yazacağım. 2 M2. Bunları ixtisar eləyək. Qaldı neçə? 2-də 1. Çarpaz vurub açalım uşaqlar. Çarpaz vurub açanda eləyəcək A2 bərabərdir 2A1. Və bu qəbul tipli məsələdir. Diqqətli olmaq lazımdır. Burada yüklərin miqdarı nəzərə alınmır. Cavabımız oldu. A2 bərabər 2A1 B variantı. Keçək uşaqlar 25-ə. 25 də eyni bu tipdə məsələdir. Yenə deyirəm, diqqətli olmaq lazımdır. Bu tipli məsələlər qəbul tipli məsələlər olur. Çünki verilən kəmiyyətlərin biri istifadə olunur, digəri istifadə olunur. Amma şagirdlər çaşıb qalırlar ki, hansından istifadə etmək lazımdır. Yüklərin miqdarı nəzərə alınmır. Çünki qarşılıqlı təsir qüvvələrimiz bərabərdir. Təkcə kütlənin, tərcinin kütlədən asıllığını müəyyən edəcəyik. Keçir 25-ə. Q2 bərabərdir 4 Q1'dir. Daha şəklini təsvir eləməyəcəm. M2 bərabərdir 2 M1'dir. Və bizdən istəyir ki, zərrəciklərin tərcilər arasında münasibət. Dedik ki, A bərabərdir F bölünsün M-dir. F'lər eynidir.
A'mız M'dən tərs asıldı. Yəni A1 bölünsün A2 bərabərdir. M2 bölünsün M1. İndi gətirin yerinə qoyaq. A1 bölünsün A2. M2'miz 2M1. 2M1 bölünsün M1. M1'lər ixtisar getdi qaldı. A1 bölünsün A2 bərabərdir 2. Çarpaz bıraq açaq. A1 bərabərdir 2A2. A1 bərabərdir. Aha, A2'ni istəyir uşaqlar bizdən. A2'nin gəlini tapaq buradan da. A2 bərabərdir. A2 bərabərdir. Deməli, A1 bölünsün 2'ye. A2 bərabərdir. A1 bölünsün 2. Y variantı. Deməli, 25 nömrəli məsələnin də cavabı oldu. Y variantı. Keçən 26'ya. Bu oldu 25'in izahı uşaqlar. Keçən indi 26'ya. 26. A nöqtəsində yerləşən mənfi nöqtəvi yükę digər iki nöqtəvi yük tərəfindən təsir edən qüvvələrin əvəzləyici hansı istiqamətdə yönəlir? Yəni, şəkli birinci təsvir edək. Müsbət, mənfi. Burada da bir dənə mənfi var. Burada da A nöqtəmiz. A nöqtəmiz burada təsvir edilir. Yəni, deyir ki, mən yükləri işarə edeyim, bu müsbət. Deməli, A'dakı yekun intensivlikdir uşaqlar. Yekun əvəzləyici istiqamətini tapmalıyıq. Necə tapacağıq? Müsbətlə mənfi, baxın yadınıza saxlayın. Müsbətlə mənfi bir-birini nə edəcək? Cəzb. Müsbətlə müsbət bir-birini nə edəcək? İtələyəcək. İtələyəcək. Mənfi ilə mənfi bir-birini nə edəcək? İtələyəcək. Bir gəlin təsvir edir uşaqlar. Hansı yükę göstərilən əvəzləyici, yükün əvəzləyicini istəyirsə, onun üzərində əməliyyat aparacağıq. Mənfi ilə müsbət. Birinci bunlar arasındakı qarşılıqlı təsir qüvvəsinin istiqamətini göstərirəm. Müsbətlə mənfi bir-birini edir, cəzb edir. Cəzb etməni belə göstərəcəksiniz. Oldu bunlar arasındakı qüvvə. İndi keçirik mənfi ilə mənfi. Burada mənfi uşaqlar. Mənfi ilə mənfi bir-birini edəcək, itələyəcək. Baxın, yüklərin mərkəzlərini birləşdirən xətt boyunca çıxdı belə. Bunlar da bir-birinə etdik, itələdi. Və yadınızda saxlayın ki, üzərində paralleloqram qurursunuz. Üzərində paralleloqram qurursunuz. İkisinin kəsişməsindən çıxan bu diaqonal sizə yükün əvəzləyici istiqamətini göstərəcək. Və bizim hansı nöqtə ilə, hansı vektorun üst-üstə düşdü? 2 vektoru ilə. Cavabımız oldu 2. D variantı.